17 iyun tibb işçilərinin peşə bayramı günü. İnsan sağlamlığının qorunması naminə çalışan səhiyyə əməkdaşlarının peşəkarlığına və fədakarlığına həsr olunan əlamətdar gündür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı ölkənin qabaqcıl çoxprofilli tibb müəssisələrindən biri kimi müasir səhiyyə xidmətləri təqdim edir. Hər il iyunun 17-si xalqımızın ümummilli lider Heydər Əliyevin 2011-ci il iyunun 4-ü imzaladığı sərəncama əsasən ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsi Mərkəzi Hospitalı olaraq bu inkişafın tempini saxlamağa səy göstəririk. 2008-ci ildən fəaliyyətə başlamış hospital bugün ölkə səhiyyəsi üçün əhəmiyyətli olan bir neçə ilklərə və uğurlara imza atıbdır. İnvaziv kardiologiya, ürək-damar cərrahiyyəsi, transplantologiya, eləcə də digər ixtisaslaşmış sahələrdə əldə olunan nailiyyətlər, həyata keçirilən mürəkkəb əməliyyatlar və tətbiq edilən innovativ yanaşmalar səhiyyəmizin inkişafına mühüm töhfə verir. Bu nailiyyətin əsasında Dövlət Gömrük Komitəsinin rəhbərliyinin hospitalı göstərdiyi davamlı diqqət və dəstək, hospitalın aparıcı həkimlərinin dərin bilik və bacarıqları, zəngin təcrübələri, həmçinin beynəlxalq nüfuzlu elmi praktik tədbirlərdə və peşəkar forumlarda fəal iştirakçı dayanır. Bu uğurların arxasında həm də orta tibb işçilərinin, kiçik tibb heyətinin, texniki və inzibati əməkdaşlarının böyük zəhməti dayanır. Gecə-gündüz yorulmadan çalışan, çox zaman görünməyən, lakin səhiyyə xidmətinin ayrılmaz hissəsi olan bu pərdarxası qəhrəmanların əməyi də hər cür təqdirə layiqdir. Məhz kollektivin bu birliyi, qarşılıqlı dəstək və ahəngdar fəaliyyəti sayəsində bu uğurları qazanmaq mümkün olmuşdur. Fürsətdən istifadə edib hospitalımızın peşəkar kollektivi də daxil olmaqla bütün səhiyyə işçilərini 17 iyun tibb işçilərinin peşə bayramı münasibəti ilə təbrik edir. Onlara bu nəcib peşələrində daimi uğurlar arzu edirəm. Hospitalda vətəndaşların sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin olunması məqsədi ilə ən son tibbi texnologiyalar tətbiq edilir. Diaqnostika, müalicə, cərrahi müdaxilələr və reabilitasiya xidmətləri beynəlxalq standartlar əsasında həyata keçirilir. Müəssisədə ambulator və stasionar xidmətlərlə yanaşı təcili tibbi yardım, laborator diaqnostika, radioloji müayinələr və yüksək texnologiyalı tibbi prosedurlar icra olunur. Hospitalın diaqnostika imkanları sırasında maqnit rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası, ultrasəs müayinələri, endoskopik prosedurlar və geniş laborator analizlər yer alır. Müasir tibbi avadanlıqlar xəstəliklərin erkən aşkarlanmasına və dəqiq diaqnozun qoyulmasına imkan yaradır. Bizim fəaliyyətimiz burada insanların həyatında böyük rol oynayaraq, onların sağlam yaşaması üçün qoyulan diaqnozlarımız böyük rol oynayır. Bir tibb işçisi olaraq deyə bilərəm ki, biz sadəcə səhiyyə işçiləri deyilik. Burada savadla yanaşı, mərhəmət, vicdan, peşəkarlıq yanaşı getməlidir. Çünki burada bizə imdad gözləri ilə baxan xəstələrimizə biz çalışaraq onların həyatına, sağlamlığına rəng qatmaq üçün doğru düzgün qərarların və doğru düzgün seçimlərin verilməsi üçün biz səy göstərməliyik qrup şəklində. 17 iyun tibb işçilərinin peşə bayramı münasibəti ilə tibb sahəsində çalışan böyükdən kiçiyə bütün tibb işçilərinə ən əsas can sağlığı arzu edirəm. Onların peşələrində hər zaman da nailiyyətlərinin daimi olmasını arzu edirəm. Mərkəzi Gömrük Hospitalında kardiologiya, pediatriya, neonatologiya, terapiya, nevrologiya, endokrinologiya, gastroenterologiya, dermatologiya, oftalmologiya, urologiya, mama ginekologiya, pediatriya və digər istiqamətlər üzrə tibbi xidmətlər göstərilir. Hospitalın cərrahi xidmətləri ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, orqan transplantasiyası, uşaq cərrahiyyəsi, travmatologiya və ortopediya, neyrocərrahiyyə, urologiya və digər sahələri əhatə edir. Müasir əməliyyat otaqlarında müxtəlif mürəkkəblik dərəcəsinə malik cərrahi müdaxilələr həyata keçirilir. Əməliyyatların təhlükəsiz icrasında anesteziologiya və reanimasiya xidmətləri mühüm rol oynayır. Hospitalda pasiyentlərin əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonraki dövrdə tibbi nəzarəti yüksək peşəkarlıqla təmin edilir. Biz Mərkəzi Gömrük Hospitalının anesteziya reanimasiya şöbəsi olaraq bu ağır, məsuliyyətli işdə
əldə edəcəyimiz bütün uğurlar, əldə edəcəyimiz bütün nailiyyətlər hər hansı bir xəstənin, hər hansı bir ailənin, hər hansı bir millətimizin sevincinə, rahatlığına, sağlamlığına səbəb olur və bu işdə bu əldə etdiyimiz uğurlar, mükafatlarda bizə dəstək olan Mərkəzi Gömrük Hospitalının bütün heyətinə, bütün komandasına, onun rəhbərliyinə, Mərkəzi Gömrük İdarəsinin heyətinə və bütün Azərbaycan Respublikasının prezidenti başda olmaqla verdikləri bu dəstəyə görə, bizə yaratdıqları bu şəraitə görə təşəkkür edirik. Bu əlamətlər günündə bütün tibb işçilərinin, bütün tibb heyətinin bu ağır və məsuliyyətli işi öz boynuna götürülməsində və aldığı nailiyyətlərə görə onlara uğurlar arzulayırıq və onları bu əlamətlər günündə təbrik edirik. Ağır vəziyyətdə olan xəstələrin müalicəsi və həyati funksiyalarının dəstəklənməsi üçün intensiv terapiya və reanimasiya bölmələri fasiləsiz fəaliyyət göstərir. Müalicə prosesinin ayrılmaz hissəsi olan reabilitasiya xidmətləri də hospitalın əsas fəaliyyət istiqamətlərindəndir. Burada pasiyentlərin sağlamlıqlarının bərpası və həyat keyfiyyətinin yüksəldilməsi məqsədi ilə fərdi müalicə proqramları tətbiq olunur. Hospitalın fəaliyyətində əsas prioritetlərdən biri pasiyent məmnuniyyəti, təhlükəsizlik prinsiplərinə əməl olunması və keyfiyyətli tibbi xidmətin göstərilməsidir. Pasiyentlər göstərilən tibbi xidmətin keyfiyyətini, həkimlərin peşəkarlığını və hospitalda yaradılmış müasir müalicə şəraitini yüksək qiymətləndirir. Bu gün səhiyyə işçiləri yalnız xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda insanların həyatına ümid bəxş etməklə mühüm missiyanı yerinə yetirir. Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə insan sağlamlığı naminə çalışan bütün həkimləri, tibb bacılarını və səhiyyə əməkdaşlarını təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzuluyuruq.